Bugünlerde Şəbnəm Tovuzunun, müğənni Şəbnəm Tovuzunun doğum günü oldu. Mən də belə bəzi açıqlamalar vermişdim. Demək, özü açıqlama vermişdi mediaya, səhifəsində qeyd etmişdi ki, doğum gününə 173 manat, 173 min manat, səhv dedim, ailəmi qatdım bir-birinə, manat pul, para götürüb. Dostları təbii ki, gəlib onun üçün belə yazdırıblar, təbrik ediblər. Şəbnəm xanım özü də doğum günlərindən, ad günlərindən qalmayan bir xanımdır. Müğənni Nəfəs rəngarəng verilişində olub. Hamı ona sual verir ki, Nəfəs xanım, siz Şəbnəm xanımın doğum gününə getmişdinizmi? O da maraqlı bir açıqlama verib. Təbii ki, mən də istinad edirəm Milli.az-a. Ad gününə yazdığı məbləği açıqlayıb. İşim olduğu üçün məclisdə iştirak edə bilmədim. Üzürlü sayısın, ancaq hədiyyəsini göndərdim. 500 dollar, 500 dollar da bizim pula çevirəndə milli pulumuza 850 manat etdi. Geçsəydim 1000 dollar yazdıracaqdım. Təbii ki, bu belə maraqlı açıqlamaya səbəb olur. Məncə kifayətdir də, az pul deyil ki 500 dollar. O da mən düşünürəm ki, Şəbnəm xanım belə xırdaçı adam deyil, heç küsüb inciməz də. Əksinə deyər ki, gəlmisiniz, bu mənə bəsdir. Bu mənə kifayətdir.